Salam hər bir kəsə. Bu gün Olimpiyada suallarımızın izahına baxacağıq. Sinif 10-cu sinifdir və 18-i 1-ci ay 2026-cı il tarixli bir olimpiyadanın izahını verəcəm. Deməli, birinci sualda dağın ətəyində atmosfer təzyiqi 720 mm civə sütunu. İlk öncə 720 civə sütunu yazaq. Daha sonra hündürlüyü dəniz səviyyəsindən 4400 metr yüksəkdə yerləşir. Yəni dağın zirvəsi 4400 metr hündürlükdə yerləşir. Dağın zirvəsi ilə yatay arasında temperatur fərqini Farenheit şkalası ilə müəyyən edin. İlk öncə nə edirik? Burada 760-dan 720-ni çıxırıq ki, ilk öncə tapaq dağın ətəyindəki hündürlüyü. Yəni normal atmosfer təzyiqi 760 olduğu üçün 760-dan çıxırıq 720-ni, yerdə qalır 40. 40-ı da vururuq 10-a, yəni 1 dərəcə e, təzyiq aşağı düşməsi üçün 10 metr məsafə qət etməliyik, yəni yuxarı qalxdıqca. Bu zaman edir 400 metrə. Demək ki, dağın ətəyi 400 metr hündürlükdə yerləşir. Zirvə isə 4400 metrdədir. Biz əgər bunlar arasında temperaturu tapmaq istəyiriksə, zirvə ilə ətəyi arasında fərqi tapmalıyıq ilk öncə. 4400-dən 400 çıxanda yerdə qalır 4000 metr. Temperatur da hər 1000 metrdə 6 dərəcədir. 4000 metrdə bəs nə qədərdir? X. X isə buradan bərabərdir 24 dərəcə. Yəni 6 4-üm 24 edir. Daha sonra nə edirik? Farenheit məsələsinə baxacağıq. Farenheit 180-da 180-da maksimum 100 dərəcəni yazırıq. Və burada da dərəcənin altından yazırıq. 24 dərəcə. Burada x. Bu zaman 180-i vuracaq 24-ə. Daha sonra böləcəyik 100-ə. Hesablayaq. 180 vur 24 bölək 100. 43,2. Və 43,2-nin də üzərinə 32 gələcək. Bu da edəcək, deməli, 43, 32, 75, 75,2. Yəni, D variantı. Bu Farenheit ilə bağlı məsələlərin izahı bir neçə ay əvvəl video izahını, yəni kanalımıza vermişəm. Keçib baxa bilərsiniz. 1 olacaq D variantı. 2-yə baxırıq. Doğru fikirləri müəyyən edin. Şaquli qalxmalar, enmələr yalnız geosinkronallarda baş verir. Bu ifadə yanlış ifadədir. 1 olmayacaq. Daha sonra Karib, Kokos, litosfer havaları eyni okeanda yerləşir. Karib yerləşir Atlantik, Kokos isə sakit. Eyni okean olmadığı üçün 2 də yanlışdır. Avstraliya materikinin qərb hissəsi geoloji yaşına görə şərq hissəsindən daha qədimdir. Avstraliya materikinin qərb hissəsi geoloji yaşına görə şərq hissəsindən daha qədimdir. Hə, bu da doğru bir ifadədir. 3-ü götürürük. Sonra 3-ü götürəcəyik. Ruvenzori Horstu litosfer havaların konverjens sərhədində yerləşir. Bu Afrikanın şərqindədir. Orada konverjent deyil. 4 olan variant çıxacaq. 5-ə baxırıq. Kamerun vulkanı şimal, Kilimanjaro vulkanı isə cənub yarımkürəsində yerləşir. Hə, Kamerun vulkanı şimal, Kilimanjaro vulkanı isə deməli cənub yarımkürəsində. Hə, bu ifadə də doğrudur. Deməli 3, 5, daha sonra Labrador yarımadasında dəmir florida eriməsinin fosforit ehtiyatı mövcuddur. Bəli, bu da doğru ifadə. Yəni sualımızın doğru cavabı 2A variantı. Sonra baxırıq növbəti sualımıza. Günəş şüaları günorta vaxtı 30 dərəcə cənub enliyi, 60 dərəcə şərq uzunluğu yerləşən məntəqə 36,5 dərəcədən kiçik bucaq altında düşə bilməz. Yəni 30 dərəcə cənub enliyi və 60 dərəcə şərq uzunluğunda yerləşən məntəqəyə 36,5-dən kiçik bucaq altında düşə bilməz. Məsələn, götürürük bura 20,5 dərəcə şimal enliyində günəş zenitdə olarsa, 20,5 ilə 30-u topladıqda edəcək 53,5 və 90-dan da 53,5 çıxanda 36,5. Həmin bunu aldıqsa, daha sonra yoxlayaq təxminən 22,5 ilə.
22.5 nə hesablasaq 52.5 edir. Yəni 22.5 üzərinə 30, 52.5, 90-dan da 52.5-i çıxanda yerdə qalır e, 37,5. Yəni burada düşə bilməz deyir, doğru ifadədir. Biri götürəcəyik. 2-yə baxırıq. Aysberqlər əsasən okean səthinin donmuş hissəsində formalaşır. Bu ifadə yanlış ifadədir. Kaskad Krım Dağı və geosinkron inkişafının 3-cü mərhələsindədir. Krım Ukraynada e, deməli 3-cü mərhələdə olan bir dağdır. 1-3 düzgün variantdır. Sonra 4-ə baxaq. Deməli 22 iyun tarixində 50 dərəcə şimal enliyində məntəqədə gündüzün uzunluğu 45 dərəcə şimal enliyindəki məntəqədən daha çoxdur. 22 iyunda daha şimalda yerləşən enliklərdə gündüzün uzunluğu daha çox olacaq. Və burada da qeyd edir ki, 50 dərəcə şimal enliyindəki məntəqədə gündüzün uzunluğu 45-dən çoxdur. Bəli, çoxdur. Ona görə cavabımız Y variantı olacaq. Yəni 1, 3 və 4. 1, 3, 4 olacaq. Burada birinci sualda fikirləşmək olar ki, məsələn, dağ, hər hansı bir dağın meyilliyi ola bilər. Yəni, diqqətlə baxsaq, bu təxminən Hind okeanına düşür, okean səthi üzərindədir. 30 cənub enliyi, 60 şərq uzunluğu. Bu şərq uzunluğunu ona görə verib ki, yəni hər hansı bir quru səhthi deyil, yəni orada hər hansı bir dağ mövcud deyil. Ona görə 60 şərq uzunluğunu verib. Yəni okean səthi üzərində olacaq. O da 0 metr qəbul edilir. Yəni orada nə meyillik olacaq. Ona görə bu şərqi verib. Sualımızın doğru cavabı burada 1, 3, 4-dür. Sonra davam edək. Günəş şüaları minimum maksimum şüaların fərqi 47 dərəcədən kiçik olduğu, lakin gecə-gündüzün adi növləşməsinin pozulmadığı enliklər üçün doğru olmayan fikir istəyir. Bu tropik enliklər üçün nəzərdə tutulur. Tropik enliklərdə Şaquli dirəyin saldığı kölgə ilə ərzində günorta vaxtı üfüqün həm şimal, həm də cənub tərəfində görünür. Hə, doğru bir fikirdir. Çünki günəş tropiklər arasında olanda Şaquli dirəyin kölgəsi şimala, cənuba doğru hərəkət edə bilər. Bir doğru ifadədir. Bir olan variantlar çıxırıq. Çünki bizdən olmayan istəyir. Antarktidadan başqa bütün materiklərdə rast gəlinir. Bu ifadə də doğru bir ifadədir. 2 olan variantda çıxacaq. Qar xəttindən yuxarıda olan ərazilər mövcuddur. Hə, bu da doğru bir ifadədir. 4 olan variantda çıxanda yerdə qalır B variantı. Yəni gecə-gündüzün uzunluğu 14 saat 30 dəqiqədən çox ola bilər. Bu 14-30 adətən 40 dərəcə, 50 dərəcə paralellərə uyğun gəlir. Və bilirsiniz ki, 40 dərəcə, 50 dərəcə paralellərdə tropik xəttinə, yəni tropik işıqlanma qurşağına düşmür. E, yəni günəş şüalarının zenitdə olduğu enliklər arasında düşmür. Ona görə doğru olmayan kimi bunu da götürmək olar. Bir də Orinoco, Oranj çayları yerləşir. Orinoco bilirsiniz ki, tropikdə yerləşir, amma Oranj mülayimdə yerləşəcək. Ona görə bu ifadə də yanlışdır. Yəni burada bir ödəyir, bir ödəmir. Ona görə doğru olmayan kimi götürmək olar. B variantı düzgün variantdır. Sonra 5-ə baxırıq. Şimal Amerika materiki üçün səciyyəvi xüsusiyyətləri istəyir. 30 martda günəş zenitdə olur. Bunu necə bilmək olar? Günəş 4 günə 1 dərəcə hərəkət edir. Və 21 martdan 30 marta kimi təxminən 9 gündür. 9 günü də 2-yə böləndə, daha doğrusu 4-ə böləndə təxminən 2 dərəcə düşür. Sıfırın da üzərinə 2 dərəcə gələndə 2 dərəcə şimal enliyidir. Və Şimali Amerikada 2 dərəcə şimal enliyində yerləşmir deyə. Ona görə 1 olan variantı avtomatik çıxırıq. Florida eləməsə Paleozoikasında yaranır. Bu doğru ifadədir. 2 doğrudur. Bunu mən öz şagirdlərimə qeyd etdirmişəm. Burada bir çox məsələləri qeyd etdirmişəm daha doğrusu. Sonra 3-ə baxırıq. Yerləşdiyi litosfer tavası Afrika tavası ilə divergent sərhədə malikdir. Deməli, yerləşdiyi litosfer tavası, Afrika tavası divergent... Aha. Məsələn, orada Azor adaları yarana bilər tavalarda. 3 doğru bir ifadədir. Yəni 2, 3, sonra şimal yarımkürəsində bütün iqlim quşaqlarında yerləşir. Bu ifadə yanlış ifadədir. Bütün iqlim quşağında yerləşmir axı. Sonra 4 olan ifadə yanlışdır. Həm buzlaq, həm də tektonik mənşəli göllərə rast gəlinir. Həm tektonik, həm buzlaq mənşəli göllər rast gəlinir. Bir dəqiqə, tektonik,
həm də buzlaq. Buzlaq var. Bunu saxlayan şimal qərb sahilləri tornado qasırğası müşahidə edilir. Bu ifadə yanlış olacaq. Şimal-qərb sahillərində deyil axı. Bu yanlışdır. 6 olan variantı çıxırıq. Yerdə qalacaq 2, 3 və 5. Həm buzlaq, həm də tektonik mənşəli göllərə rast gəlinir. E, bəli, rast gəlinir. Buzlaq da var, tektonik də var. 2, 3, 5-i götürəcəyik. Yəni C variantı. Daha sonra Eyler-Venn diaqramına əsasən uyğun olan bəndi müəyyən edin. Burada məntiqə cəhətdən yanaşsaq, qeyd edir ki, AC öz hava kütləsi yoxdur. Öz hava kütləsi hansında yoxdur? Keçid iqlim qurşaqlarında. O zaman ekvatorial, tropik, mülayim 1, 3, 5 olan variantları çıxacaq. Bax, 1 A-da var, 3 D-də var. 5 məsələn B-də var. 3 də yenə də C-də var. Ona görə sualımızın doğru cavabı Y variantıdır. Yəni bu formada vaxta qənaət etmək olardı. Qalan verilən ifadələrdə hamısı doğru ifadədir. Sonra ən çox həmişə bu tipdə Eyler-Venn diaqramında veriləndə mərkəz hissəyə baxın. Bu mərkəz isə çox önəmlidir. Sonra davam edək. Uyğunluğu müəyyən edin. Braziliya yaylısı. Heç vaxt kölgə uzunluğu sıfıra bərabər olmur. Kölgənin uzunluğu sıfıra bərabər olması üçün ora 90 dərəcə bucaq altında düşməlidir. Yəni tropiklər arasında olması şərtdir. Və burada yazır ki, heç vaxt kölgə sıfıra bərabər olmur. Axı Braziliya yaylasında olur. Ona görə 1A olan variantları çıxmalıyıq. A getdi. Sonra aid olduğu heç vaxt sıfıra bərabər olmur. Hə, bu Orta Sibir yaylasına aid olacaq. 3-ə götürəcəyik A-nı. Orta Sibir yaylası mülayim tərəfdədir. Yəni Avrasiyanın daha şimalındadır. Orada günəş zenitdə olmaz. Aid olduğu ölkə iki yarımkürədə yerləşir. İki yarımkürədə. Məsələn, Orta Sibir Rusiyadadır. Üç yarımkürə deməliyik buna. Meksika yayləsi, hə, 2 yarımkürə götürmək olar. Braziliya da 3 yarımkürədədir. Yəni 2-yə B götürəcəyik. 1C, 2B. Yerləşdiyi ölkənin sahilləri 3 yarımkürədə yerləşən okeanın suları ilə yuyulur. Buna götürmək olar Rusiyanı. Yəni Orta Sibir yaylasına. Həm Şimal buzlu, Atlantik, həm də Sakit Okean sahilləri yuyur. Ona görə 3-ə A, D. Sonra yerləşdiyi materikdə mezo qırşığında yaranan relyef formalara rast gəlinmir. Ümumiyyətlə, cənub materiklərinin heç birində mezo qırşığı mövcud deyil. Amma cənub yarımkürəsinin mezo qırşığı var. Bu da Braziliya yayısı üçün keçərlidir ki, yəni Cənubi Amerikada mezo yoxdur. Bir ədəd C götürəcəyik. 1C, 2B, 3A, D. Aha, cavabımız var. Burada B variantıdır. Yerləşdiyi ölkələrdə günəş il boyu günorta vaxtı zenitdə olur. İl boyu günəş zenitdə olur. Bu yanlış ifadə olacaq. Y ümumiyyətlə aid deyil heç birinə. Bəli, Y aid deyil. 1C, 2, B, 3, A, D. Doğru cavab B variantı. Sonra davam edərək. Cədvələ əsasən doğru fikirləri müəyyən edin. Görürük ki, burada daş kömür verilib, mərmər verilib, deməli, civə verilib, alümit verilib və qızıl kvars qumları verilib. Məsələn, kvars qumu aydın məsələdir ki, yanacaq yazıb. Bu yanlış ifadədir. 6 olan variantları çıxırıq. Qızıla filiz verib, düz deyil. Sonra, məsələn, civə qeyri-filiz yazıb, filizdir, amma 3 olan variantı da çıxırıq. 3 olan variantı çıxanda, aha, nə qaldı burada? Deməli, filizdir, bəli.
4 düzdür. 4, 5. Bir de nəyi götürmüşdük? Abi, mərmər təbii ki, filiz deyil. 2 olan variantı da çıxacaq. Yerdə qalacaq 1, 4, 5. Bu da daş kömürdür. Yəni, belə deyək, kömürdür. Ona görə 1, 4, 5 doğru variantdır. Cavab D variantı. 8 D. Sonra 9-a baxırıq. İqlim diaqramına aid olduğu məntəqələrin yerləşdiyi inzibati rayon üçün doğru fikir. Aha. Bu Zaqatala üçün nəzərdə tutulub. İndi Zaqatala rayonu üçün doğru fikirlərə baxacaq. İki xarici ölkə ilə həmsərhəddir. Bu ifadə doğrudur. Qışın mülayim keçən yarımsəri qurusu iqlim yarım tipinə rast gəlinir. Zaqatalada olmaz. 2 olan variantı çıxar. Deməli, 1 olan variantı saxlayacaq. Ya A-dır ya da Y. 3-ə baxaq. Qara metallurgiyanın xam mala ehtiyatı mövcuddur. Polimetal var orada. Əslində o əlvan metallurgiya olmalıdır. Qara metallurgiya səhvdir. Mülayim isti iqlim tipin bütün yarım tipləri mövcuddur. Bu ifadə də yanlış ifadədir. 4-ə çıxırıq. Hə, çıxdıq. Yura dövrünə aid olan çöküntülər Təbaşir dövrünün çöküntülərindən daha çox ərazidə yayılıb. Ee, Yəni daha yüksəkdə yayılan Yura olur, orta dağlıqda yayılan Təbaşir olur. Bu ifadə də doğrudur. 1, 5, 4000 metrdən yüksək dağ zirvələrinə rast gəlinir. Burada da doğru ifadədir. Bunlar əsasən 3500 metrdir olan hündürlükli dağlardır. 6 da doğru ifadədir. Yəni sualımızın doğru cavabı A variantıdır. Sonra baxırıq növbəti sualımıza. Ə, Deməli, nə idi? 9, 10-cu sual olmalı idi. Hə, yəqin onda aşağıdadır. Aha, 10-cu suala baxaq. Xəritə sxemdə göstərilən adaların aid olduğu ölkə üçün doğru fikirlər istəyir. Bu, Yeni Zelandiya adasıdır. Yəni, Şimal adası və Cənub adasından ibarətdir və burada Cook boğazı var. Nəysə, Cənub və Qərb yarımkürəsində yerləşir. Yeni Zelandiya Cənub və Şərq yarımkürəsindədir. Bir olan ifadə yanlışdır. Günəş ildə bir dəfə zenitdə olur. Burada ümumiyyətlə günəş zenitdə olmur. İkili yanlışdır. Litosfer havaların divergen sərhədinə uyğun gəlir. Bu ifadə yanlışdır. İnkişaf etmiş ölkədə təbii ki, fəaliyyətdə olan vulkanlar mövcuddur. Məsələn, Ruapexu vulkanı deyə bilərik. Sonra bir də subtropik və mülayim iqlim quşağında yerləşir. Subtropikin bərabər rütubətli və mülayim iqlim quşaqları da var. Düz deyil. Yəni 6 olan variant doğrudur. Burada C variantımız uyğun variantdır. Mülayimin dənizi var. Yeni Zelandiyada subtropik isə bərabər rütubətlisi. C variantı uyğun variantdır. Sonra baxırıq növbəti sualımıza. 10-cu sual idi. 11-ə baxmalıydım. Okeanların mövcud olan səth cəryanları haqqında doğru fikirləri müəyyən edin. Soyuq cəryanlar hərəkət etdiyi suların duzluluğunu azaldır. Bəli, isti cəryanlar duzluluğu artırır, soyuq cəryan isə azaldır. Bu ifadə doğru ifadədir. Bir olan variantı deməli azaldır deyir. Yəni düzgün ifadədir. Bir olan variant saxlayırıq. İsti cəryanlar alçaq yeniklərdən yüksək yeniklərə doğru hərəkət edir. Məsələn, Braziliya cəryan götürək. Ekvatordan daha qütbə doğru hərəkət etməyə çalışır və alçaqdan yüksəkdir. Bu ifadə doğrudur. Çay mənsəblərinin deltanın formalaşmasına səbəb olur. Delta yox, estuari formalaşması səbəb olacaq. 3 olan ifadə yanlışdır. 3 olan variantı çıxırıq. 1, 2 olan variantı saxlayırıq. Zaten cavabımız var. B variantı. Qütb işıqlanma quşağında formalaşmır. Yəni, bu ifadə də yanlış bir ifadədir. Iceberglər hərəkət istiqamətinə təsir edir. Bəli, doğrudur. Təsir edəcək. İsti cəryanlar buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin artmasına səbəb olur. Deməli, bu ifadə bir dəqiqə, deməli, isti cərəyanlar buxarlanma ilə buxarlanma qabiliyyəti. Aha, yox, bu ifadə yanlış ifadə olacaq. Çünki isti cərəyanlar rütubətli ərazilərə əmələ gətirir, amma soyuq cərəyanlar isə quraq ərazilərdə. İndi həmin burada verilən ifadə, yəni buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq ərazinin quraqlıq dərəcəsini göstərir. Və bura soyuq cərəyanlar həmin ərazi quraqlaşdırır. Məsələn,
Bengel cəryanı Namib səhrası. Peru cəryanı Atakama səhrasını əmələ gətirir. Yəni soyuq cəryanlar quraq əraziləri əmələ gətirir, isti cəryanlar rütubətli. 6 da yanlışdır. Sualımızın doğru cavabı B variantıdır. Yəni bu kitabda verilən bir cümlədir. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq ərazinin quraqlıq dərəcəsini göstərir. Belə bir ifadə dərslikdə keçir. Doğru olmayan ifadəni müəyyən edin. Mərmərə dənizinin orta duzluğu Baltik dənizinin orta duzluğundan daha çoxdur. Baltikdə 11 olmalıdır, Mərmərdə çoxdur. 25 olmalıdır, səhv etmirəmsə. Bəli, 25-dir. Deməli, Baltik dənizindən çoxdur. Hə, düz deyir. Bir ifadə doğrudur. Birlər çıxanda buradan Bayron ucqar nöqtə sahillərində isti okean cərəyanı. Aha. Bayron Avstraliyanın şərqindədir. Şərqi Avstraliya cərəyanı nəzərdə tutur. 2 doğrudur. 2 doğrudur. Çıxırıq. Və çünki doğru olmayan istəyir. Pangeya təqribən 4,5 milyard il bundan əvvəl Lavrasiya qundlarına parçalanıb. Bu 4,5 milyard gedir planetar mərhələyə çıxır. Bizə geoloji mərhələ lazımdır. Ona görə 3 olan variant yanlışdır. Aleutazor adalar subduksiya zonasında yerləşir. Aleut adası hə subduksiyadır, amma Azor divergent də olmaz. 4 də yanlışdır. Sonra 3, 4 deməli ya A-dır ya da Y. 5-ə baxaq. 40 dərəcə cənub enliyində okeanların səthi sularının orta illik temperaturu 40 dərəcə şimal enliyində okeanların səthi sularının orta illik temperaturundan daha aşağıdır. Azonal amil deyir nəzərə alma. Orta illik temperaturundan daha aşağıdır. Hə, düz deyir. Çünki məsələn cənubda 40 dərəcə cənub enliyində Antarktida okeanlara təsir edir, suyu nisbətən sərinləşdirir. Ona görə burada 5-i götürəcəyik. 3, 4, 5. Sualımızın doğru cavabı olacaq. Y variantı. Şərqi Antarktidanın sahil xətti materikin qərbi ilə müqayisədə daha çox parçalanıb. Şərqi əsasən platformalardan ibarətdir. Qərbi isə seysmik cəhətdən aktiv ərazilərdir. Məsələn, orada Ant dağların davamı Antarktidaya gedib çıxır. Ora daha çox girintili çıxıntılı ola bilər. Bu deməli bir dəqiqə burada Şərqi Antarktida sahil xətti materikin qərbi ilə müqayisədə daha çox parçalanıb. Ha, üzr istəyirəm. Burada 5 olan variant doğru ifadədir. Yəni 5 doğrudur. Bizə lazım deyil. Bizə yanlış istəyir çünki. Amma bu 6 yanlış olacaq. Əksinə olmalıdır. Yəni Antarktida materikin qərbi daha çox parçalanıb. Burada isə deyir ki, Antarktidanın şərqi daha çox parçalanıb. Bu yanlış ifadədir. Sualımızın doğru cavabı A variantı olacaq. Sonra Eler-Venn diaqramını tamamlamayan bəndi istəyir. Qütb dairə xətti ilə qütb dairə xətti iki materiklə kəsişir. Şimal yarımkürəsi, cənub yarımkürəsi. Qütb dairə xətti iki materiklə kəsişir. Məsələn, cənubda Antarktidanı götürsək, Antarktida yalnız e, iki dənə materik sayılmır axı, bir materik sayılacaq. Ona görə tamamlamayan bəndlərdən biri götürəcəyik. Yəni Şimal yarımkürəsində Şimal Amerikanı, sonra Avrasiya materikini götürə biləcəyik. Amma Cənubi yarımkürəsində isə yalnız Antarktidanı götürəcəyik. Cənub yarımkürəsində də iki dənə materik kəsməlidir, amma kəsmir, birini kəsir. Ona görə tamamlanmayan bənd 1-dir. Mərcan mənşəli adalara rast gəlinir. Hər iki yarımkürədə var. 2 olan variant bizə lazım deyil. Sonra okean səthinin sahəsi quru səthinin sahəsindən daha çoxdur. Hər iki yarımkürədə okean çoxdur. Burada da bizə deyir ki, tamamlanmayan bənd olsun. Ona görə 3 olan variantı da çıxırıq. Yerdə qalır 1. Daxil dənizlərə rast gəlinir. Şimal yarımkürəsində daxil dəniz olsa da, cənub yarımkürəsində daxil dənizlər yoxdur. 1, 4 və 5 olacaq. Demək, 7000 metrdən yüksək dağ zirvələri mövcuddur. Bu şimal yarımkürəsi üçün keçərli olsa da, cənubda yoxdur. Ona görə deməli, cənub yarımkürəsinin ən hündür zirvəsi Aconcagua-dır, 6960 metr. Deməli, 1, 4, 5. Iceberglərə rast gəlinir. Hər iki yarımkürədə iceberg var. 13 olacaq Y variantı.
Daha sonra 14'ə baxaq. Hə, əvvələ qayıdaq. Deməli, 14 çox getdik. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Kamçatka yarımadasında fəaliyyətdə olan vulkanlar mövcuddur. Krisko sopkası nəzərdə tutur. Doğrudur, doğru. Bir götürəcəyik. Sonra Qafqaz, Pamir, Kopet dağçısı geosinklonda yerləşsə də fəaliyyətdə olan vulkanlar rast gəlinmir. Bu ifadə doğru ifadədir, amma qarşısına yanlış yazıb olmaz. 2-ni çıxacaq. 2 olan variantı çıxar. Birər saxlayırıq. Cape York, Alyaska, Labrador yarımada sahilləri çökən suları yuyur. Cape York düzdür. Burada Alyaska pozacaq. Alyaska yalnız sakit okeanda. Yəni bir okean yuyur. Ona görə yanlışdır, yanlış verib 3-ü götürəcəyik. 1, 3. Beaufort dənizi coğrafi mövqeyinə görə adalararası dəniz hesab edilir. Beaufort dənizi kənar dəniz hesab olunur. Burada adalararası yazdığı üçün yanlışdır. Yanlışa da yanlış verdiyi üçün götürəcəyik. Deməli 1, 3, 4. Cavab C-dir burada. Sarı Tasman, Karib dənizləri donmaya məruz qalıb. Yanlış ifadədir. Doğru verdiyi üçün götürmürük. Hindçin yarımadası üzərində formalaşan hava kütlələri ölkəmizdə iqlim təsirinin formalaşmasını bu xeyr, bu Cənub-Şərqi Asiyadır. Biz hara, Hindçin hara. Yəni, ən azından orada nəzərə almaq lazımdır ki, orada böyük dağlar var. Yəni, məsələn, Himalay dağları olsun. Sonra bu biri tərəfə keçəndə Pamir dağları. Yəni, bizə təsiri yoxdur onların, çox uzaqdırlar. Ona görə yanlış ifadədir. Heç, məsələn, Cənubi Asiyadan gələn hava kütlələri Asiya qitəsinin mərkəzinə belə təsir etməyə gücü çatmır. Çünki dağlar kəsir qarşısını. Buna görə yanlış ifadədir. Qarşısına doğru yazdığı üçün yanlışdır, götürmürük. Sualımızın doğru cavabı qalır 1, 3, 4. Yəni C variantı. 15-ə baxırıq. Saatlı, Sabirabad, Samux, Qazax inzibati rayonları Kür çayı sahilində yerləşir. Doğrudur. Doğru verilib. Götürəcəyik. Sonra Ağdərə inzibati rayonu xarici ölkə ilə həmsərhəddir. Xeyr, yanlışdır. Doğru verib götürmürük. 22 iyun tarixində Zaqatala, Balakən, Qax inzibati rayonlarının gündüzün uzunluğu Sədərək, Lənkəran. Bu nə demək istəyir? Yəni Zaqatala, Balakən, Qax rayonları daha şimaldadır. Lənkəran, Sədərək isə daha cənubdadır. Və belə bir yanaşma var ki, 22 iyunda şimala doğru getdikcə gündüzün uzunluğu artır. Burada da daha şimalda olan rayonlarda gündüzün uzunluğu daha çox verdiyi üçün doğru ifadədir, amma yanlış yazdığı üçün götürmürük. Doğru verir, amma yanlış yazıb götürmürük. Yəni e, deməli 2-3 olan variantı çıxacaq. 2-3. 2-3. Yerdə qalır 1. Qarabağ vulkan yayılası Murovdağ silsiləsi mütləq hündürlük 3000 metrdən çoxdur. Qarabağ vulkan yayısı Dəli dağ 3616, Murovdağ 3724, Camışdağ. Hər ikisi 3000-dən çoxdur. Ona görə doğru ifadədir. Yanlış verdiyi üçün götürmürük. Uyğunsuzluq formalaşır. Çünki burada 4 olan variantda çıxanda yerdə qalır. C variantı. Burada da Zəngəzur dağ silsiləsi Neval buzlaq landşaftı var. Doğrudur. Doğruya doğru verdiği için götürəcəyik. Şəhər inzibati rayonu bir tektonik zonada yerləşir. Bu yanlışdır. Həm Kiçik Qafqaz, həm də Araz əyilməsində yerləşir. Ona görə yanlışdır. Yanlışa da yanlış verdiği için götürəcəyik. 1, 5, 6 sualımızın doğru cevabı C variantı. Daha sonra 16-cı suala baxaq. 6-cı saat quşağı yerləşir 90 şərqdə. 6-nı 15-ə vuranda 90 edir. Burada 12-ni deməli vursaq 15-ə edəcək 180 dərəcə və burada 18-ci saat 24-dən 18-in çıxanda yerdə qalır 6, 6-nı da 15-ə vuranda 90, yəni 90 qərb uzunluğu. İndi bizdən uyğunluğu istəyir. Avrasiya materiki ilə kəsişir. Burada 90 kəsir, 180 kəsir. Ona görə 1-ə götürəcəyik A. 1A. 3 yarım kürədə yerləşir. Bütün ümumiyyətlə belə deyək, saatlı uşaqlara ən az 3 yarım kürədə yerləşəcək. Amma 4 yarım kürədə yerləşənlər də var. Ona görə məsələn bir dəqiqə qarışdı aləm bir-birinə.
Üç yarımkürədə yerləşir. Hə, bu 6-cı saat qurşağı və 90 dərəcə qərb uzunluğu ilə 90 dərəcə şərq uzunluğu. Yəni 6-cı saat qurşağı ilə 18-ci saat qurşağına uyğun gələcək. 180 dərəcəlik, yəni 12-ci saat qurşağı 4 yarımkürədə yerləşir. Amma bunlar 3 yarımkürədə yerləşəcək. Ona görə 2-yə götürəcəyik B-ni. Günəş hər zaman zenitdədir. Bu ifadə e, biraz absurd səslənir. Günəşin zenitdə olması üçün gərək məsələn təsəvvür edin ki, buradan başlayır meridian. Məsələn 180 dərəcəli meridian götürün. Şimal qütbündə başlayır, cənub qütbündə gəlir bitir. Axı biz də demişik ki, yəni belə deyək, Günəş harda zenitdə ola bilər maksimum bunlar arasında. Düzdürmü? Yəni 20,5-lərin arasında olmalıdır. Bu ifadəni götürmək üçün gərək Günəş 90 dərəcəli paralellər arasında zenitdə olsun. O da bir mümkün deyil. Yəni mümkün olmadığı üçün ona görə bu C-dəki yazılan heç birinə aid deyil. Sonra Sakit və Şimal Buzlu okeanlarla kəsişir. Deməli, Sakit və Şimal Buzlu okeanla kəsişir. Burada götürəcəyik, 3-ə götürəcəyik bunu. Deməli, 12-ci saat qurşağı və 18-ci saat qurşağına. D-ni buraya yazacaq. Deməli, 1A, 2B, 3D. Burada cavabımız olacaq Y variantı. Yəni Y variantı uyğun variantdır. Buna bir də baxaq. Sakit və şimal buzlu okeanlarla kəsişir. 12-ci saat qurşağı. Yəni 180 sakitdən keçir, düzdür. Bir də 18-ci saat qurşağı 90 dərəcə qərb uzunluğu, o da bu tərəfdən keçir. Hə, bu ifadə də doğru ifadədir. Yəni götürmək olar. Alp-Himalay geosinklinon qurşağı ilə kəsişir. Bu Y variantı baxaq. Deməli, götürməyəcəyik buna. Yəni bu 12-ci saat qurşağına götürməyəcəyik. 6-cı saat qurşağına götürmək olar. Amma 90 dərəcə qərb uzunluğuna götürmək olmayacaq. Ona görə Y variantı heç birinə aid deyil. Yəni 1A, 2B, 3B. Ümumiyyətlə, hər il bu saat qurşağılarının kəsdiyi, yəni keçdiyi ərazilər haqqında sual düşür. Biraz vaxt aparan bir sual növlərindəndir. İki xarici ölkə ilə həmsərhəd inzibati rayonlar. Deməli, burada Şahbuz yalnız Ermənistana çıxışı var. 6 yanlışdır. Sonra Qubadlı yalnız Ermənistan olmaz. 4 altılar çıxanda yerdə qalır. Deməli, 1 Qaxı götürəcəyik. Sonra Tovuzu götürəcəyik və bir də Ordubad götürəcəyik. 1, 3, 5. Deməli, sualımızın 1, 3, 5 yoxdur. Hə, var. 1, 3, 5. Y variantı. Sonra 17, 18-ci suala baxaq. Hə, artıq 18 əvvəldədir. Deməli, 18. O çıxdı bu 18. Hara getdi? Hə, 18. Şimal Amerika və Avrasiya materiklərinin oxşar cəhətlərini istəyir. Həm iqlim, həm də coğrafi mövqeyi baxımından muson yağışları müşahidə edilir. Bu bir ifadə A, yəni doğrudur. Şimal tropik iqlim qurşağı tam zolaq təşkil edir. Deyilmişik ki, yəni tropik iqlim qurşağı Avrasiyada Tar səhrasını qırılır, yəni keçə bilmir. Ona görə B yanlış ifadə olacaq. Yəni 1-ə B olan variantlar çıxmalıyıq avtomatik. 1A, sonra qərb sahillərində mülayim dəniz və aralıq dəniz iqlim tipləri rastlaşır. Doğrudur. Coğrafi mövqeyi baxımından isə deyə bilərik ki, sahillərini Skot və Bering dənizi suları yuyur. Bu ifadə doğru ifadə olacaq. Doğrudur. Sonra sahəsinə görə ən böyük ölkənin sahillərini 3 okeanın suları yuyur. Şimal Amerikada sahəsinə görə ən böyük ölkə Kanadadır. 3 dənə okeandır. Həm sakit, həm şimal buzlu, həm Atlantik.
Avrasiyada Rusiya hesab olunur. Yəni burada da Atlantik, Şimal Uclu Sakit. Bu doğru ifadədir. Ona görə sualımızın doğru cavabı D variantı. Materik daxili ölkələr mövcuddur. Şimal Amerikada yoxdur materik daxili. Avrasiyada olsa da Şimal Amerikada yoxdur. Ona görə sualımızın doğru cavabı 1AC, 2AB. Yəni D variantı. Sonra baxırıq 19-a. Fransa, Kanada və bir də Çin. Federativ İnzibati Ərazi Quruluşuna malikdir. Bu ifadə yanlışdır təbii ki. Fransa, e, deməli Çin federativ deyil, respublikadır, ona görə olmaz. 1, 2, 4. Yəni 1 olan variantı çıxacaq. Çayları iki okean hövzəsinə aiddir. 4, 5, 6. Çin, doğru, deməli Qazaxıstan, Türkiyə, bir olan variantı çıxaq bir dəqiqə. Bunlar çıxaq 1, 7. Çayları iki okean hövzəsinə aiddir ifadəsi Çin üçün keçərli deyil, 3 olmalıdır. Ona görə 2 olan variantı çıxırıq. BRICS təşkilatına üzvdür. Fransa BRICS təşkilatına üzv deyil. Çinlə Braziliya üzv olsa da Fransa üzv deyil. Ona görə burada 3 olan variantda çıxacaq. Yerdə qalacaq 4, 5, 6. İndi baxaq 4-ə də. 1, 2, 3 əhali müəyyən iştirak Hind-Avropa dilində danışır. Fransa, Hind-Avropa düzdür. Kanada düzdür, Braziliya düzdür. Aha. 4-ü götürürük. Mülayim iqlim quşağında yerləşir. 1, 2, 6 düzdür. Fransa düzdür. Kanada düzdür. Qazaxıstan düzdür. Aha. Deməli 4, 5, sonra 1, 2, 5 Cavan dağlara rast gəlinir. Təbii ki, Fransa arasında Alp dağlarını deyə bilərik. Kanadada həmçinin dağlar var. Kordilyer dağların qərb hissəsi ilə Cavan dağlar hesab olunur. Sonra 1, 2, bir də e, haranı nəzərdə tutdu? 5. Türkiyə ərazisində də bəli, Pont Tower dağları var. Ona görə sualımızın doğru cavabı 4, 5, 6-dır, yəni C variantı. Ən sonuncu suala baxırıq. Yer kürəsinin sxemdəki vəziyyətinə əsasən doğru fikirləri müəyyən edin. Söhbət 22 dekabr tarixindən gedir. Və qütb ulduzu Polaris görünən yarımkürədə gecənin uzunluğu gündüzün uzunluğundan daha çoxdur. Gecənin uzunluğu gündüzün uzunluğundan daha çoxdur. Bu ifadə doğru ifadədir. Çünki Günəş cənub yarımkürəsində olacaq. Şimal yarımkürəsində də Polaris də şimal yarımkürəsində olur. Və burada gecənin uzunluğu gündüzdən çox olacaq. Ona görə bir düzgündür. Günəşin zenitdə olduğu yarımkürədə gecə-gündüzün adi növbələşməsi pozulmur. Niyə pozulmasın? 66.5-dən cənubda qalan ərazilərdə pozulur axı. Ona görə 2 olan yanlışdır. 1 götürəcəyik, 2 çıxırıq. Yer kürəsində fırlanma oxu orbitin müstəvisində 80 dərəcə meyilli olsa, sxemdəki vəziyyət yarana bilməz. Bəli, yarana bilməz. 1, 3, sonra baxırıq 4-ə. 10 dərəcə cənub enliyində dayanmış müşahidəçinin kölgəsi günorta vaxtı şimal istiqamətində göstərir. Doğrudur. Məsələn, günəş əgər burada zenitdədirsə, təbii ki, 10 dərəcədə burada dayansa bir adam. Təbii ki, günəş şüaları buradan düşəndə kölgəsi, burada yerləşən adamın kölgəsi də şimala düşəcək də. Ona görə 4 doğru ifadədir. Yəni 1, 3, 4 cavabımız var. C variantıdır. 5-ə baxırıq. Yer kürəsinin 40 dərəcənin beyində xəyali ox ətrafında fırlanma sürəti 40 dərəcə şimal enliyindəkindən daha çoxdur. Bu bərabər olmalıdır. Yəni belə bir, çünki ekvatordan bərabər məsafədədir. 5 yanlışdır. Cənub yarımkürəsində quru səthində ən isti ay müşahidə edilir. Ən isti ay burada yanvar ayı olmalıdır. Amma hal-hazırda 22 dekabrdır. Ona görə yanlışdır. Yəni bilirik ki, Cənub yarımkürəsində ən isti ay yanvardır, ən soyuq ay fevraldır. Amma burada 22 dekabr tarixdir. Hələ bir 8 gün, 9 günləri var. Ona görə 6 da yanlışdır. Sualımızın doğru cavabı 1, 3, 4, yəni C variantıdır. Bu qədər izahımız. Ümidvaram ki, nəsə bir köməklik göstərə bildim. Əgər video sizin üçün uyğun oldusa, rəy bölümündə öz fikirlərinizi qeyd edərsiniz. Onu da nəzərinizə çatdırım ki, videoda olan texniki qüsurlara görə üzrlü sayın.